Ölüme bir atılış gerekir. Atıldıktan sonra bir daha dönmemektir. Hamınıza teşekkürümü bildiririm. Bu saygıya göre, bu dikkate göre. Bu kahramanların, bu şehit evlatlarımızın, bu gazi balalarımızın dilinde bir deyim, bir söz, bir bent kopmuştu. Belki de borcundan çıkmadım vətən. Ömür bağır değil bir de gaysın. Ölende boynunda koyulun ki ben çölün bir uç torpağına alsın. Urduvatlarında Balaca Gıday'ın 62 şehit evlat uyuyor. Onların bize koyup gittiği bir sual vardı. Ey hayatta olanlar, siz bizleri anlayabilirsiniz mi? Elbette anlıyoruz. Bugünkü bu muhteşem tedbir, ben onların teşkilatçılarına hususi olarak Mehriban Hanım'a teşekkür ediyorum. Siz o kitabı yazmakla, o şehidin her anını, her dəqiqəsini yaşamışsın, onun əziyyətini, onun ağırlığını mən bilərəm. Çünki mən bir fiyarsında məktəb direktoru olarkən, bu ağır illərdə, ağır günlərdə məktəbin 8 nəfər şəhid övladının hər birinin arxasında mən getmişəm. O ağırları mən görmüşəm. Onlar nəyi verdilər bizə? Qəhrəmanlıq məktəbi geçtiler. Onlar Azərbaycan məmləkətinin tarixinə şöhrət mührü vurdular, qeyrət mührü vurdular. Və onlar həmişə qəlbimizdə yaşayacaqlar. Anaların səksəkəli yuxusunda, gəlinlərin müharibə qorxusunda, balaların, övladların ana, ata deyən nidasında yaşayacaqlar şəhid övladlarımız. Gözəllərin namusunda, ismətində, sevənlərin arzusunda, ismətində yaşayacaqlar bu şəhid balalarımız. Fişənglərin göğüzündə naxışında, gələn təzə nəsillərin baxışında heykəlləşib bir granit parçasında yaşayacaq.